Bu Fərhad Eyyubovun hekayəsinə qısa bir baxışdır. Söhbət nədən gedir? Deməli, bu İdman.bizin Azərbaycanın amputant futbol yığmasının kapitanı, keçmiş hərbiçi Fərhad Eyyubovla olan müsahibəsindən əsas məqamlardır. Bilirsiniz, onun həyat hekayəsi həqiqətən təsirlidir. Fədakarlıq, böyük bir itki, amma sonra idmanla yenidən həyata tutunmaq. Yaxşı, gəlin əsas məqamlara keçək. Deməli, birinci məqam. Fərhad Eyyubov, bilirsiniz, uşaqlıqdan hərbiçi olmaq istəyib və həyatını buna həsr edib. Yəni ciddi təhsil alıb, müxtəlif yerlərdə xidmət edib, hətta Əfqanistanda sülhməramlı olub. Amma 2019-cu ildə Ağdamda bir döyüş yoldaşını, Avazi Hüseynovu qorumaq istəyərkən onun yerinə keçəndən qısa müddət sonra düşmən snayperi onu vurur və sol ayağını itirir. Bax, belə bir fədakarlıq. İkincisi, təbii ki, ayağını itirmək onun üçün çox ağır oldu. Təkcə fiziki cəhətdən yox, psixoloji olaraq da. Cəmiyyətə qayıtmaq çətin idi. Amma baxın, çıxış yolu hardan gəldi. Hospitalda olanda başqa bir qazi yoldaşı, Qurban Əliyev, ona deyir ki, gəl amputant futbol komandasına qoşul. Əvvəl tərəddüd etsə də, futbol onun üçün demək olar ki, hər şey oldu. Reabilitasiya, travmanı aşmaq, həyata bağlanmaq. Özü də deyir ki, futbol forması geyinib meydana çıxanda elə bil sol ayağımı yenidən qazanıram. Təsəvvür edirsiniz. Və nəhayət, üçüncü məqam. Fərhad sadəcə futbol oynamır. O, bu təcrübəni başqa bir səviyyəyə qaldırıb, sanki yeni bir missiyaya çevirib. Necə? Komanda yoldaşı Elnur Sadıqovla birgə veteranlardan yeni komanda qurublar və indi Azərbaycanda amputant futbolunu inkişaf etdirməyə çalışırlar. Məqsəd təkcə öz komandalarını gücləndirmək deyil, həm də başqa əlilliyi olan insanlara idmanla ümid verməkdir. Hətta artıq Millətlər Liqası kimi turnirlərdə də iştirak ediblər. Bir sözlə, Fərhad Eyyubovun hekayəsi həqiqətən də ağır itkidən sonra idmanla necə yenidən ayağa qalxmağın, sarsılmaz iradənin çox güclü bir nümunəsidir.